öz qayda qanunları və zəngin həyat tərzinə sahib olan bir şəhərdir. 51 manatlıq burger yiyəcəm. Girə bilməyəcəyim. Çünki Sunkov 3 nəfərin yerini tutur. Şokolad cənnətindəyik. Əgər xaricdə təhsil almaq istəyirsinizsə, xaricdə təhsil almaq istəyəcəyiniz universitetin tələblərinə yaxşı baxın. Dinarə üçün bütün şəhəri bron eləmişəm. Bütün şəhər Dinarəyə aiddir. Arrivo, Zürih'e çattık. Zürih'teyiz. Gedirik McDonald's'a, Zürih'in en möhtəşəm restoranlarından. Pulumuz buna çatır. Don't judge. Sonra çantalarımızı qoyacağıq və sonra düşəcəyik şəhərin canına. Bura üçün çox darıxmışdım. Mən bura birinci dəfə gələndə çox gecə vaxtı idi də, çox da zövq almamışdım gəzəndə. Trams. Yolda gələ-gələ parkdaki o gəncləri gördüm. Bir içim gidiyordu. Az önce bir Burger King menüsüne 51 manat verdim. 23 frankıydı. 51 manatlı burger yiyeceğim. Yani burger de budur ya. Burger ve 6 tane chicken wings. Safetka da vermeyeyimler. Əladır bu arada. Dadı çok önemli. Nedir? Bak ondan. Dostlar, locker tapa bilmədik. Bu küçük ve minnacık çantayla Zürih küçələrində gəzirik. Mənim zaten ilk dəfə də gələndə bu boyda bu çantayla gəzirdim. İndi də bu çantayla... Əslində lockerlər var ya, prosto saat 10'da bağlanır. Saat neçədir? Anlamsızdır yani. Ya lockeri... Məncə biz çıtanı yüksəltmişik digərləri ilə. Saat 9'dur yəni. 10'da bağlanırsa mən bu nəyə qoyuram? Saçlarım darandı. Yulmasa da darandı. Yani tam şu an misal üçün bir bara girib oturmaq istəsək, mini bir axşam içkisi üçün girə bilməyəcəyik. Çünki Sunkov 3 nəfərin yerini tutur. Hello, I have to show you something. Hi. I don't know you, but I have to show you something. Okay. Okay, moment. Tada! Are you a YouTuber? Yeah, kinda. What do you do? I'm just vlogging my life. We are traveling. Where are you from? Azerbaijan. Ah, And you? Azerbaijan. Switzerland, Zurich. Really? Yeah, I'm half Hungarian also, but I'm born here, so So you live here or yeah. you're here for travel? yes, yes. Okay. You wanna say hi? To your... Hello, welcome to Zurich. We are here. I'm Janos. I'm here with Arzu. Arzu. You know Yeah. Arzu? Yeah. By the way, if you didn't subscribe to her channel, subscribe, hit the like button, and I don't know what, Yeah, that's and the bell also. yeah, tomorrow, not even tomorrow, at 4 a.m. Oh fuck! Oh, yeah. With the We're- bus? With the bus. We're going to Munich. Munich. Yeah. And we landed like 2 hours ago Nice. from Milan. We're just touring. Touring around. This is the old town. You know, there's the ETH, one of the top 10 universities in the world. Oh, yeah, I know. I've been here like last year in February. Bəli dostlar, random bir insanla tanış olduq kameramın sayəsində.
və Azərbaycan xəritədəki yerini izah elədik ona. İnşallah Azərbaycana gələndə Tour guide. tour guide. Add it to the list. Wow. Oh my god. Şirinkalar. Bura gələn yol o qədər gözəl idi ki, yəni yüzür da. Ha, pəncərənin hansı hissəsindən bitməsini istəmirdim mən. hə, pəncərənin hansı hissəsindən baxacağıma qərar verə bilmirdim. Mənim misal üçün bu dəqiqə saat 10-da Zürih küçələrində gəzməyə ləzzət edir. Bu mənzərədən zövq alıram. Nəinki 5 ulduzlu oteldə mənə 5 günlük tətil versinlər. Çünki mənə görə həyat budur. Konfor deyil də, yəni ölkələri gəzmək konfor alanının xaricində olan bir şeydir. Buyur. Məşhurdur, makarono, İsveç rəngində şokoladı. Şokolad cənnətindəyik. Cute şeylər var. 9 frank. Bunlara bax, oha. Mən bunu almaq istəyirəm məsəl üçün, amma bunu harada aparacağam? Necə eləyəcəm? Oha. Qalın imiş. Belə bir atışdırmalıq aldıq. Nerede chocolate aldı. Yani buna 2 frank 2.75 yani 6 manat civarı. 6 manat. Bu 7 dollar. 7 frank Dollar. dolar. Sən deyirsən? Zürihin küçələri. Axşamda bir tık soyuldu. Adam azdı. Adam azdı. Yəni, getdikcə də adamlar azalır. Məncə biz ikimiz tək qalacaq. Yox ha, biz gəzəndə var idi adam. Saat 11-ə qalıb. Zürikdəyik. Başı-boş gəzirik, tüxeyli həyat. Yəni biz planlı hərəkət eləmirik, prosta tək yaşayır hər zaman. Bu arada bunun universitet tərəfi falan da var. Prosta bu saatda, bu qaranlıqda ora çıxa bilmərik biz. Küçələrdə zorlanışıq. Mənə Nədir? göstərərsən. Məpi açırıq. Tumu, minikdəki. Hə, göstərərəm. Onu turlayarıq. Məpi açırıq random bir şəkildə. Səmt gəzirik. Uşaqlar, siz özünüzə inanın yaxşı. Bunun kimi. Özündən %100 şübhə eləyib, öz enerjinizi düşürməyin. Çünki mən buna söz izah eləməyə çalışıram. Bu başa düşmür. Linçləyin bunu tez. Qolun girdi suya. Görüş mənim vecinə alır. Google ofisi var burada. Belə CV verək.
CV'ni yapıştıran qapıya. Hi, I am international student. Gel xadim. Bizim universitet şeylərindən ancaq elə olur. Gəl biraz uşaqlara universitet tövsiyələri verək. Uşaqlar, əgər xaricdə təhsil almaq istəyirsinizsə, xaricdə təhsil almaq istəyəcəyiniz universitetin tələblərinə yaxşı baxın. Çünki 4 il Azərbaycanda universitet və bakalavr oxuyub bitirəndən sonra magistra sənəd qəbulu vermək istəyəndə sizin burada aldığınız dərslər oradakı dərslərlə üst-üstə düşmür. Səviyyəsi çox aşağı qalır. Kreditləri üst-üstə düşmür. Dərs saatları üst-üstə düşmür. Ona görə ya siz ağıllı iş görün, gedin xaricə, ya da ki sambalı bir universitetdə Bakıda oxuyun, daha sonra sambalı bir universitetdə xaricdə oxuyun. Amma sambalı universitetdə dediyim, yəni atıram Bakı Ali Neft Məktəbi ya da nə bilim UNIK. UNIK-in dərsləri nə qədər tutur onu bilmirəm. Unik yaxşıdır. Bakı Ali Neft Məktəbi də 5 illikdir, bir zəhmət tutsun. Belə. Yəni biz bu duruma biraz əsəbiyik. Dostlarımızdan bəziləri də universitetdən sırf buna görə qəbul almayıblar. Dostlarımız Yaqub. Az öncə tramvay şoförü ilə bir interaction yaşadım. Dinarən tipi. Gəncədən gələnsiniz. Dinarəyə belə eləyə bir şeylər izah eləyirdim də, mənim əl jestlərim. Tramvay şoförü məni gördü və belə eləyə gülməyə başladı. Sonra mən də güldüm, sonra o da güldü, sonra tramvayını sürdü, getdi. Burada şey var idi. Gözdə deyəcəm hansı. Burada şeydən düzəldilmiş festival yeri var idi. Orada oturmuşduq. Biz keçən fevralda Avropanı turlayarkən Zürihə gələndə yenə bu həmin küçədə üşüyürdük. Amma orada fevral idi. İndi sentyabrda yenə üşüyürük. Belə Zürih nəsə bizi... Amma bugün səhər gələndə, daha doğrusu gün ortadan sonra gələndə hava Çox qəşəng idi. Hava çox qəşəng idi. Adam vardı bayağı yəni yəni crowd var idi. Crowd. Oh, she's bilingual. Bir deyib hamısı yox oldu. Hamısı getdi yatmağa. Daha karpuz kesəcəkdik. Bütün küçələr bomboşdu. Dinarə üçün bütün şəhəri bron eləmişəm. Bütün şəhər Dinarəyə aiddir. Aferin. Baxın qaz. Bunun balaları da var idi. Hani sən balaların? Aa, çok güzeldi. Çok güzeldi. Beselersen. Nagarmuş ki. Ara küçələri gəzirik. Burada mağazalar var, marka mağazalar. Sizə biraz Zürih küçələrini göstərməyə çalışıram. Çünki edilə biləcək aktivitə yoxdur bu dəqiqə. Gecə saat 2-nin yarısıdır. Kravatda olmaq yerinə hardayıq? Zürih küçələrində. Görürsən nə qədər əhali yaşayır. Kravatı var, yəni polu. Kravat da yoxdur ki, düşünəsən. Avtobusda yatarıq, məcbur.
Zürih şəhərinə ümumi bir yorum eləyək. Öz qayda qanunları və zəngin həyat tərzinə sahib olan bir şəhərdir. Avropa Birliyinə də daxil deyil. Qabaqda 2 dənə dangerous insan var. Fun insan var. Ona görə gəl mən deyirəm ki, aradan gedək. Bir dənə konuma bax. Belə gecə boşluq olması və şəhərin arxitekturu əladır, çox gözəldir. Zaten bura gələn yolda o gölləri, çayları, otları, meşələri görmək bizi bayağı bir doyuzdurdu. Təbiətə doyduq. Çox qəşəngdir. Və Zürihə puanım 10 üzərindən 8 falan. Bir puanı bahalı olduğu üçün, bir puanı da burada sadəcə gecə olduğumuz üçün qırdım. Amma əladır. What do you think? Same. Yeah. Bundan sonraki səfərimiz Minihədir. Saat 4'də avtobusumuz var. Saat demək olar ki 2'dir. Avtobus yerinə gedib orada isti bir yerdə oturup gözləyəcəyik, avtobus gözləyəcəyik. Belə. We had fun.